Kiber dələduzların əl atmadığı sahə qalmayıb. İndi də yeni dələduzluq forması yayılıb. Vətəndaşların bankartları bonus, lotereya, mükafat qazandığınız kimi diqqət çəkən mesajlarla ələ keçirilir. Vətəndaşlar hər gün fərqli dələduzluq cəhdləri ilə qarşılaşır. İndi də sosial şəbəkələrdə, messengerlərdə və SMS vasitəsilə göndərilən bonus, lotereya, mükafat qazandığınız kimi saxta mesajlarla vətəndaşın bank kartı məlumatları ələ keçirilir. Yaxınımın da başına gəldi. Kartından harasa belə deyim ki, bir əziyyətlə qazandığı 5000 manat məbləği çəkdilər. Olub elə bir şey. Sifariş edirlər, kartdan pul çıxır, amma ki sifariş gəlib başa çatmır. Təzə şirkətləri olur. Güya ki bonusdur, onda kart yüklənir, elə götürürlər. Mesaj yazır ki, mənə 5 manat atın, sizə nə bilim nə oyun gələcək, qazanacaqsınız. Evin bir əşyasını istədim satan. Onda məndən dedilər ki, biz bu əşyanı almaq istəyirik. Kartınızı göndərin, pulunuzu verək. Amma sonra elə oldu ki, onlar mənim kartımı istədikdə istəyiblər kartımdan pul çəksinlər. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara çağırış edir. Kart məlumatlarını heç kimdən bölüşməyin. Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kartın üzərindəki 16 rəqəmi və ya SMS ilə göndərilən birdəfəlik şifrəni tələb etmir. Bu cür məlumatların paylaşılması kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər. Pul köçürülməsi, hesabınız dondurulub və ya kartınız bloklanıb kimi panika yaradan mesajlara inanmayın. Bu cür hallarda dərhal 102 zəng mərkəzinə və banka məlumat verin. Turanət Ağazadə, Şəhriyar Əhmədli, ATV Xəbər. Görünən odur ki, kiber dələduzların qarşısını almaq qeyri-mümkündə odur ki, tövsiyələrə mütləq əməl etməliyik.